Əfsər Cavanşirov musiqi məktəbində tar ixtisası üzrə təhsil alıb. O daha sonra Bakı Musiqi Texnikumuna daxil olub. Əfsər bəy burada tar üzrə Əmrulla Məmmədbəyovdan, muğam üzrə Əhməd Bakıxanovdan, musiqi nəzəriyyəsi üzrə isə professor Boris Zeydmandan dərs alıb. Əfsər Cavanşirov 1952-ci ildə texnikumu bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsinə daxil olaraq professor Cövdət Hacıyevin sinifində bu sahənin sirlərinə bələd olub. O hələ tələbəlik illərində simfonik poema, sonatina, simli kvartet, romanslar və uşaq mahnıları yazmağa başlayıb. Əfsər bəyin yaradıcılığında simfonik musiqi janrı xüsusi yer tuturdu. Bəstəkar böyük simfonik orkestr üçün 7 simfoniya, simfonik poemalar, kantatalar, romanslar, akapella xor üçün əsərlər bəstələmişdi. Bəstəkarın ən əziz ad vokal simfonik poeması, Gəncliyin səsi kantatası, xalq çalğı alətləri orkestri üçün Azərbaycan Vətənim mənim uvertürası dinləyicilər arasında geniş rəğbət qazanıb. Eyni zamanda onun uşaqlar üçün yazdığı Quşlar, Oyun oyuncaqlarım kimi mahnılar da kifayət qədər sevilir. Quşlar, quşlara, quşlar, Quşlar, quşlarım, qaran quşlara, quşlar, qaran quşlarım, quşlar, quşlara, quşlar, quşlar, quşlarım, qaran quşlara, quşlar. Cəhcəh vurun burada, gah yerdə, gah yuvada. Məktəb İncəsənət xadimi Əfsər Cavanşirovun adı xüsusilə 1958-ci ildə yaradılan Bənövşə uşaq xoru ilə bağlıdır. Bu kollektiv təkcə uşaq mahnılarının deyil, həm də klassik və xalq musiqisinin, Azərbaycan bəstəkarlarının əsərlərinin təbliğində mühüm rol oynayıb. Uzun illər Bənövşə xorunun və uşaq rəqs ansamblının bədii rəhbəri kimi fəaliyyət göstərən bəstəkar bir neçə nəsil musiqiçinin yetişməsində bilavasitə iştirak edib. Bu xorun yetirmələri arasında xalq artistləri Flora Kərimova, Xuraman Qasımova, Mələkxanım Əyyubova kimi məşhur ifaçılar yer alıb. Əfsər müəllimə uşaqların maestrosu deyilməsi də məhz onun bu fəaliyyətindən qaynaqlanırdı. 90 FM